Cəlilabadda da ağır yol qəzası olub. Qəza rayonun Uzuntəpə kəndindən Ələt-Astara magistralına çıxış üçün salınan alternativ yolda baş verib. İdarəetmədən çıxan minik avtomobilinin körpüdən çaya aşması nəticəsində Lirik sakinləri 67 yaşlı Kitabə Mirzəyeva, 41 yaşlı Qafil Əliyev və 36 yaşlı Gülşən Qafarova müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstələrdən biri Mirzəyeva Katibə Naib qızı 1958 təvəllüdlü, baş və döş qəfəsinin yəni küt travması, subkomatoz vəziyyətlə daxil olmuş. Xəstə tərəfimizdən müayinə olunmuş, vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə verilmiş, hal-hazırda müalicəsi davam etdirilir. Xəstənin vəziyyəti stabil, ağır olaraq davam edir. İkinci xəstə Əliyev Qafil Fikrəddin oğlu, Lirik rayon sakini, başın küt travması, üzün, alının çox saylı sılmış yaraları, sol qulağın parçalanması diaqnozu ilə daxil olmuş, xəstə tərəfimizdən müayinə olunmuş, müvafiq cərrahi yardım aldıqdan sonra hal-hazırda cərrahi şöbədə müalicəsi davam etdirilir.